Salam Azərbaycan xalqı. Bu sözləri deyən bir ana kimi yox, ürəyi parçalanmış bir valideyn kimi danışıram. Bu uşaq mənim oğlumdur. Mənim oğlum qorumaq üçün bu dünyada hər şey etdi. Amma gücüm çatmadı. 2 ildir balam xəstəxana divarları arasında böyüdü. O ağrı çəkəndə mən bu dünyada nəfəs ala bilmirəm. Bir dəfəm Səidə ilik köçürülübdü. İlikdən sonra Səidin bir parçası alınıbdı. Səid əməliyyat olanda mən Səidin əməliyyat otağından sağ çıxması üçün Allaha yalvardım ki, balam sağ-salamatdır. Sizin hər birinizdən xahiş edirəm. Səidin bu dünyada yaşaması üçün Azərbaycan xalqı sizin dəstəyiniz